Telefonunuzun silkeləyəndə bu cür səs gəlir. Əgər gəlirsə fsioday, bədbəxt oldunuz. Gedin başınızı divara çırpın. Yaxşı, zarafat edirəm. Zarafat eləmə, qurbanın olur. Əgər bu səs gəlirsə, deməli telefonda quşbaşı özəlliyi var. Bəli, bu özəllik tam olaraq quşbaşıdır. Elə toyuğun başı kimi. Yəni optical image stabilization. Kameranın toyuğun başı kimi, telefonu isə toyuğun bədəni kimi düşünün. Bu özəllik görüntü sabitləmə özəlliyidir. Siz telefonu hərəkət elətdirəndə əks istiqamətdə hərəkət edib tarazlığı saxlayır. Tam olaraq toyuğun başı kimi. Yəni telefonu sağa hərəkət elətdirəndə sola, yuxarı hərəkət elətdirəndə də aşağı gedir. Elə buna görə də əliniz əssə belə şəkillər və videolar sabit qalır. Bu özəllik ilk dəfə 2012-ci ildə Nokia-da olub. İndi amma Nokia-nın özü belə yoxdur. Bu özəllik bütün üst segment telefonlarda var. Bəs necə olur ki, ucuz telefonlarda səs gəlməsə belə görüntü sabit olur? Burada da məsələyə ACE daxil olur. ACE sabitləməni fiziki olaraq yox, digital olaraq həyata keçirir. Mənfi cəhətləri gecə çəkilişlərində və zoom olunan görüntülərdədir. Arada əməlli fərq var. Ona görə də o ACE daha yaxşıdır. Amma bahalı telefonlarda olur. ACE daha çox ucuz telefonlarda olur. Ona görə də videonu ucuz dostlarınıza göndərin. Buradan da follow eləyə bilərsiniz.